Axırıncı məclisdə Həzrət Zeynəbə təvəssül eləyirik biz bugün, bu gecə. O xanım Zeynəb ki, dedi, mə rəeytu illa cəmila, gözəllikdən başqa Kərbəlada heç nə görmədim. İmam Səccad deyir ki, Şam-ı Qəribanda Aşura keçmişdi, gecə yuxudan oyandım. Bibim Zeynəbi gördüm ki, üzü qibliyə dayanıb, əlini qaldırıb Allah dərgahına. Deyir, əl-əf, 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 ilahi məni bağışla. Xanım, nə günah eləmişsən? Sən günah eləmişsən, sən bu qədər qurban vermişsən. O qədər qəlbi geniş insanlar idi. Bugün onun məclisidir və məclisi də nisbətən qəribdir, özü kimi. Haykü yatıb, aşura olub, cəmaatın çoxu dağılıb. İndi biz Zeynəbi yad edirik, Həzrət Zeynəbi yad edirik. Ənti bihamdillah alimətun qeyri müəllimə. İmam Səccad deyib, bibi sən Allaha çox şükür oxumamış alimsən. Küfədə danışanda sinələrdə nəfəslər həbs olundu. Hamı dedi ki, deyəsən Əli qayıdıb şəhərə. Əlinin xütbələri yadlarına düşdü. Qurban olum Həzrət Zeynəbə, Həzrət Əlinin ürəyində sözlər qalmışdı, deyənməmişdi cəmaatı. Onu Zeynəb dedi Küfə cəmaatına. O sözləri çatdırdı. Danışdığı yerdə dedilər ki, Zeynəb susmur, danışır. Dedilər, başı gətirin, saxlayın qabağında. İmam Hüseynin kəsiyi başını gətirdilər nizədə Həzrət Zeynəbin gözünün qabağında. Birdən səsi dayandı, sözü dayandı, söz ağzında qaldı Zeynəbin. Bax, Hüseynin başını görür nizənin üstündə. Baxdı, dedi, ay bədirlənməmiş ayım, nə tez qürub elədin? Dedi, Hüseyin, sənə qurban, neçə gündə həsrətəm üzvə, haradaydın? Nə uca yerə çıxmısan, uca minbərə çıxmısan? Birdən gördülər ki, İmam Hüseynin balaca qızı Fatimə gəldi, bibisinin ətəyindən çəkir. Bibi, mənim atam Hüseynin başıdır, İmam Hüseynin başıdır, dedi, bəli qızım. Ağlaya-ağlaya üzünü dolandırdı atasının başına tərəf dedi, ata, məni danışdırmasan, elə ağlayaram ki, dünyanı yandıraram. Deyir, Zeynəb baxdı İmam Hüseynin başına, qardaş, danış bu uşaqla. Danış, yoxsa ürəyi dayanacaq. Onda İmam Səccad gəldi, dedi, bibi, ənti bihamdillah alimətun qeyri müəllimə, sən nə alimə xanımsan, bibi.